Kim limon gətirər, qədişin o dilimliyə. Attın çaya nə gedər, çay dəmləmişəm. Çaya nə ataq qəşəng olsun, bəlkə biraz mixey olsun. Herkese selam, kanalıma hoş geldiniz. Bugün biraz alışveriş hakkında vlog hazırladım. Oba markete gelmişəm. Bura çox vaxt Cların paltar ətirləndiricisi üçün gəlirəm. 4 rəngdən ibarətdir. Mavi, sarı, ağ və bənövşəyi rənglərdə. Qiyməti münasibdir, qalıcılığı isə normal. Görə indi işləyə bilmirəm. Gələcəkdə ola bilsin ki, davam etdim. 2 qardaşım var, tək bacıyam. Mən rus sektorunu bitirmişəm. Ola bilsin ki, danışığımda hardasa nəsə problem görə bilərsiniz. Hansısa sözü düz vurğulaya bilməyərəm. C ilə danışa bilərəm. Yəni normal haldır. Çünki mən ilk dəfə 7-ci sinifdə oxuyarkən Azərbaycan dilini öyrəndim və öyrəndiyimdə hər kəs gələcəm, gedəcəmlə danışırdı və hal-hazırda baxıram və çox xoşuma gəlir ki, hamı yeni qaydada danışır, yəni C ilə, amma mən danışa bilmirəm, çox gülməli çıxır. Çox çətin gəlir mənə o cür danışıq tərzi, baxmayaraq ki, 2012-ci ildə mən Bakıda yaşayıram, hələ indiyənə kimi mən o cür danışmamışam və bu danışıq tərzi mənim xoşuma gəlir. Kimə xoş deyilsə, təbii ki, izləməyə bilər, mən məcbur etmirəm. Yəqin ki, bu videodan sonra heç kim yazmaz ki, C ilə danışmayın. Düşünürəm, çox sayda xanımlarımız var ki, Instagramda səhifə işlədir, YouTube kanalı açıb işlədirlər, amma C ilə danışırlar və bunu özlərinə heç vaxt problem və yaxud kompleks etmirlər. Mən də o xanımlardan biriyəm. Mənə görə bu tərz danışıq xoşdur, şirin gəlir. Başqa nə sualınız olsa, mütləq rəylərdə yazın, cavablandıracağam. YouTube-a mən Instagramdan gəldim və hələ də peşmanam ki, mən niyə vaxtında YouTube-a köçmədim, YouTube-da paylaşımlar etmədim. Bura mənim çox xoşuma gəldi və düşünürəm burada da qalacağam. Sizin üçün də gözəl vloqlar paylaşacağam. Ona görə də məni itirməmək üçün kanalıma abunə olun, dəstək olun ki, daha da gözəl vloqlar çəkim, paylaşım. Düşünürəm hər kəs bəyənir, qab yumadı, təmizlikdir filandır. Bunların hər biri olacaqdır və məni takibə alın. Hazırlaşdım və dedim gedim Luminarka. Orada qəşəng güldanlar gördüm. Əvvəl yox idi elə bir şeylər, amma indi gəlib dedim gedim baxım. Amma ilk öncə Yuska keçmək istədim, elə baxım. Buradan keçəndə mütləq ziyarət edirəm. Sanki nəsə alacaqmışam kimi girirəm və heç əli boş çıxıram. Təbii ki, buradan çox şeylər almışam. Gözəl şeylər, keyfiyyətli şeylər çoxdur, amma bəzi hallarda elə olur ki, lazım olmur heç bir şey. Elə xoşuma gəlir deyə girib baxıram.
Bu tarekadan o qədər çox xoşum gəlir ki, gözəldir, qəşəngdir, amma qiymətinə baxanda deyirəm, yox, sən hələ gözlə, nə vaxtsa pulum çox olsa, o zaman gəlib bir 6 dənəsini alaram. Bu aloe gülündən mən də almışam, elə 30 manat idi mən alanda da, çox qəşəng görsənir, sanki həqiqətən də təbiidir. Və gəldik mənim ən sevdiyim Luminark mağazasına. Burada hər şey çox zövqlüdür, qab-qacaqlar qeyri-adidir, qiymətləri isə münasibdir. Bu güldandan ağ rəngi var imiş, amma mən gəldim, gecikdim, tapıb ala bilmədim. Ona görə bunu götürdüm. Bu 7 manat idi, amma daha öncəki boz rəngdə olan 9.90-a idi. Və gəldik esentrik ceyizliyə. Buranı da mən çox bəyənirəm, amma dəhşət adam çox olduğuna görə çəkiliş edə bilmirəm. Çəkiliş etmək istəyəndə ya mənə baxacaqlar, ya da sağa-sola özüm baxıram ki, görüm kimsə baxırmı, mən çəkiliş edim ya yox. Utandığımdan təbii ki, çəkiliş etmirəm və nə istəyirəmsə onu alıb çıxıram. Bu gülləri hər dəfə görürdüm, almırdım, amma bu dəfə dəqiq aldım. Düz 7 ədədini. Çox bəyəndim bu gülləri. Gözəldir, qiyməti məncə münasibdir. Talkuçka ilə üzbəüz yerləşən Best Price-a da girdim. Burada da demək olar ki, ev üçün çox şey tapmaq olar. Xırda-xuruş hər bir şey nə lazımdırsa buradan gəlib alıram. Hər dəfə gedirdim, görürdüm, xoşuma gəlirdi, amma nədənsə almırdım. Bu dəfə dedim alacağam. Qiyməti 1 manat 20 qəpikdir bir ədədin. 7 ədəd götürdüm. Bəs etməsə əlavə ikisini də alacağım. Bunu Luminarkdan aldım. Çox qəşəngdir. Qiyməti hara getdi? Qiyməti 7 manatdır. İstəsəz Razində yerləşir. Bakıxanovda bir izləyicim yazıb ki, Razin yox, Bakıxanov. Amma deyim sizə, illərdir Razində yaşayanlar heç biri Bakıxanov demir. Əksər taksilərin çoxu da buranı ancaq Razin olaraq tanıyır. Deməli, bunu Luminarkdan aldım. 7 manata qiymət yoxa çıxıb, bilmirəm hara gedib. Bunları bunun içine yığacağım. Oradan da Best Price-a girdim. Daş götürdüm 4 dənə. Səhv etmirəmsə 40 qəpik olmalıydı bir ədədi. Də belə, ikisi bir yerdə də 40 qəpik. Bir də bunu çaynik içi qulpu, nə bilim, uşaqların soskasının içini falan təmizləmək üçün 50 qəpiyə belə bir fırça. Ola bilsin getdim aldım. 2 dənə də alsam məncə tam dolar. Gözəl görsənər. Həm də bu gül qabından da lap çox yaraşdı. Gözəl. Evinizdən qəşəng qoxu çəkmişəm. İzləyicilərim deyir ki, vloqlarınızı uzun edin. Mən də dedim ki, niyə də yox və hara getsəm mütləq sizin üçün çəkəcəm. Baxdım ki, 7 dənə gül çox az eləyir. Ona görə getdim 2 dənəsini də aldım. Bir dənəsi 1.20 idi. İndi bunu da kəsib qoyacağım bunun içinə. Bir də oradan Nərmin parfümeriyaya girdim. Bu bazasından istifadə edirəm. Çox bəyənirəm. Ona görə hər dəfə bundan alıram. Qiyməti 3.50, yox, 4.50. Sonra 2 dənə belə qələm aldım. Qiymətlərini unutdum. Buradan fırladırsam başından çıxır. 1 manat 60 qəpiyə. Bunu unutdum. Bu deyəsən Miss Fiji. Hansı nömrəsidir? Nömrə 2. Bunu hamı tərifləyirdi. Orada qızlar dedilər ki, bunu alın. Bu qəşəngdir. Mən də bunu aldım. Yadımdan çıxdı neçə idi. Deyəsən 1.30 idi. İndi oldu dolu qəşəng. Bu dəfə daha gözəl oldu.
Bir dəfə də əyeyim ki, biraz aşağı olsun, ortalar hündür olsun. Qəşəng oldu amma. Baxın.